Cuma axşamı deyir oturdum, ah çəkdim ki, Kərbəladılar ürək keçdi. Yazdı ki, alınma. Səhəri gün, yəni neçə gün sonra bir məddah deyir mənə zəng edir, özü ruhani. Məddah zəng elədi ki, ya mən səni neçə gündür axtarıram. Nə olub, dedi ki, mən səni yuxuda gördüm cuma axşamı. Gördüm ki, İmam Hüseynin hərəmində moizə edirsən, hərəmdə və sən biləmirəmsə deyir, peyğəmbərlər gəlib oturub dinləyirsən, ya nədir belə bir yuxu gördüm. Deyir, səndən xəbərsiz getdim, bir Arifə danışdım. Dedi ki, bu adamın ziyarəti qəbul olunub. Yəni, yəqin həmin gecə o yaxşı ziyarət edib. Deyir, mənə danışanda dedim, hə, o ah çəkdirə ki, ah, kəş Kərbəlada olardı. O ahın savabıdır. Sonra dedim, ay bədbəxt özümə dedim, elə bu ahdan hər cuma axşamı çəkdi, hər cuma axşamı. Salam